Salam, Let's Sevimli YouTube kanalı izləyiciləri. Bu gün sizə çoxdandır mənə danışılan, mənə ünvan Volkswagen zavodu haqqında çalışacağım bir video hazırlayım sizə göstərim. Volkswagen zavodu haqqında nədən başlayaq, nəyi deyim sizə? Avropada ən böyük zavodlardan biridir. Burada iş növbəsi 3 növbəli iş növündədir. Səhər, günorta və gecə növbəsi. Hal-hazırda istehsalata görə 2 növbəli fəaliyyət göstərir. Səhər və günorta, hələlik gecə növbəsi dayandırılıbdır. Başqa iş saatı 8 saatdır. Yəni həftədə 40 saat normal işlənməlidir. Yəni birinci gündən 5-ci günə kimi, 6-cı bazar günləri isə istirahət günləri olur. İstisna hallarda səhər növbəsinə 6-cı günləri iş olur və o əlavə belə deyək də bir iş kimi sayılır, yəni ödənişi olunur. Burada 2 hal var. Kimlərin ki 3 yaşına qədər az yaşlı körpəsi varsa, o sənəd verilir. Bu standart adi gün kimi ödəniş olunur 8 saat üçün. Yox, kimlərin ki belə deyək də az yaşlı övladı yoxdursa, bu KPK deyə bir şey sayılır. Yəni zavod sizə evdə olduğunuzda da, yəni iş istehsalat olmayanda da ödəniş verir. Onun əvəzində o doldurmuş saatı il ərzində, yəni həftəlik 40 saatı və illik belə deyək, o saatı doldurmaq üçün 6-cı gün sizə istisna hallarda işləyəndə belə, yəni onu o minus saatla, yəni öz normal bir şey sayılır bir sözlə. Belə deyim sizə. Yəni istisna hallarda 6-cı gündə iş ola bilər səhər növbəsinə. Sonra var overtime, yəni hansısa belə olduğunuz liniyada, İşlədiyiniz liniyada overtime ola bilər, yəni əlavə saat, bu 4 saatdır. Ya işdən əvvəl, adətən ya da işdən sonra olur, qala bilərsiniz 4 saat. Digər timlərə ehtiyac olursa, ya əvvəlcədən bildirirlər, ya işin sonunda bildirirlər ki, digər timə, məsələn, 1 və yaxud da 2 nəfər işçi ehtiyac var 4 saat müddətinə. O da yenə əlavə hesablanır, əlavə saat kimi. Sonra hər işləyəndə həftə ərzində səhər növbəsinə, günorta və gecə növbəsində, günorta və gecə növbəsində əlavə belə deyək də günorta gecə növbəsi ağır olduğu üçün, yəni iş saat baxımından əlavə hər saata görə əlavə 1,5 ya 1,6 avro hesablanır. Yəni, biraz ola bilsin rəqəmə səhv də deyə bilərəm. Bu supervizorlar tərəfindən verilən belə deyək də bir rəqəmlərdir. Digər məsələ zavodda geyimlə bağlı. Zavodda geyimlə təmin olunursunuz. Geyim var, verilir. Sonra sizə daxilə, yəni zavoda daxil olmaq üçün belə kart tərtib olunur. Həmin kartla həm turniketdən keçirsiniz zavod ərazisinə və siz zavoda daxil oldunuz, iş növbəniz misal saat deyək ki, günorta 2-də başlayırsa, siz artıq 2-yə qalmış və yaxud da 2-yə işləmiş gəlib, həmin o belə deyək də o skaner aparatları olur və divarda belə deyək ki, hansısa bir belə deyək də bir müəyyən bir hissələrdə olur, bir neçə yerdə də olur. Həmin yerə kartınızı belə də oxudurursunuz, kartı orası yaxınlaşdırmanız yəni kifayət edir. Avtomatik orası sizin ad soyadınız yazılır və gəldiyiniz saat yazılır. Eyni ilə işdən bitəndən sonra deyək ki, saat günorta 2-də başladınız işə, daxil oldunuz, 2-yə işləmiş və yaxud da 2-nin yarısı 2-yə qalmış. Belə deyək ki, əlinizi, uniformanızı geyindiniz və iş başladı. 22:00-da iş bitir və siz artıq gedəndə eyni ilə gediş kartınızı yenə oxutdurmalısınız. Yəni bu formada, bu zaten zavodda trening müddətində və iş müddətində izah olunur. Həm treninqdə, həm də işlədiyiniz o kollektivdə hamısı izah olunur, başa salınır, göstərilir. Bu sadəcə mənim dediyim, yəni ilkin belə deyək də bir fikir formalaşdırmaq lazımdır ki, yəni necə olur. Sonra digər məsələ, zavoda birbaşa iş olurmu? Xeyr, bu olmur belə bir şey.
Siz Azərbaycandan və yaxud da digər ölkələrdən gələn üçüncü dövlət vətəndaşları gəlirlər burada agenturalar vasitəsilə. Agenturalar vasitəsilə işə qəbul olunur və müəyyən bir gün təyin olunur. İlk öncə siz yığılır, gedirsiniz, miqrasiya sizə aparılır. Bu qrupa şəklində ola bilər və yaxud da 2-3 nəfərlik də ola bilər. Məsələn 10 nəfər, 15 nəfər, başqa millətlərdən də ola bilər. Bax, getdiyiniz agenturanın belə deyək də o miqrasiyanın o növbə götürürlər, termin götürürlər, oradan asılıdır. Və ondan sonra növbəti proses başlayır, sizin zavod sizin tibbi yoxlamadan keçilir. Yəni bu ilkin olaraq kiçik, yəni analizlərdir. Yəni bu sizin digər pis vərdişləriniz olub-olmamağını yoxlanılır və adətən yoxlanır narkotiklə bağlı qanda və sidikdə analizi verirsiniz, onu yoxlayırlar. Və bu prosedurda keçəndən sonra zavod ərazisinə artıq ilkin tanışlıq başlayır. Bunun hamısı koordinatorlar və zavoddakı belə bir nəfər nümayəndə təyin olunur. Onların vasitəsilə olur. Zavodla tanışlıq, uniformaların verilməyi, zavod haqqında təhlükəsizlik qaydaları hamısı izah olunur, başa salınır. Və ondan sonra başlanır sizə zavodun daxilində nə cür hərəkət etmək lazımdır, istər yolla gedərkən, istər kart oxunmaqdır, istər zavod ərazisindən çıxanda, yəni hər bir şey yəni başa salınır, izah olunur. Məsuliyyətli çox ciddi bir yerdir və intizam tələb olunur. Kim ki burada gələcəkdə işə başlayacaqsa zaten onu görəcəkdir. Və siz zavod ərazisindən hər dəfə işdən sonra çıxanda istənilən an sizi mühafizə saxlayıb sizin sumkanızı və yaxud üst başınızı yoxlaya bilər. Bu hər də olmur, amma yəni istənilən an ola bilər. Və zavod ərazisinə siz daxil olanda hər gün insanın içkili olub-olmamağını yoxlamaq üçün kiçik bir aparatlar olur belə əllərində. Onunla sizin alkoqol testiniz yoxlanır, yəni üfürmə vasitəsilə. Yəni bu onun üçündür ki, işçilər işə gələndə içkili işə gəlməsinlər. Yəni bu icazə yoxdur və belə bir şey olduqda ən yaxşı halda cərimə olunursunuz. O məbləğ, yenə deyirəm, o zavodun öz daxili qaydasına görədir və ən pisi işdən çıxarılırsınız. Yəni bununla da zaman belə deyək də müəyyən vaxtları qarşılaşdığım insanlar var ki, olubdur, işdən çıxarılıbdır. Bunu ona görə də zəhmət olmasa hər kəs yadında saxlasın. Demək ki, zavodun daxili qaydaları həqiqətən çox sərt və intizam tələb edir. Bu da normal bir şeydir. Yəni istər yol hərəkəti edəndə zavodun daxilində avtomobillər hərəkət edir və onu da siz gözləməlisiniz. Müəyyən təyin olunmuş zolaqlar və yollarla getməlisiniz. Bu da diqqət olunur. Sonra parkovka məsələsi var. Kimlər ki maşınla istifadə edəcəksə, zavodda müəyyən parkovka zolaqları təyin olunubdur. Orada saxlamalısınız. Misal, deyək ki, orada əlillər üçün təyin olunmuş yer var. Siz orada saxlamamalısınız. Sizə bir və yaxud da 2 dəfə xəbərdarlıq oluna bilər. Yəni sizə bildirmədən hətta işdən də çıxarıla bilərsiniz bunun üçün. Yəni bu zaten dediyim kimi bu trening müddətində bunun hamısı izah olunacaq, sizə göstəriləcəkdir, hamısı bir izah olunacaqdır. Zavodun əsas 3 giriş qapısı var, 1, 2 və belə deyək də bu 5-ci qapı var. Hamısında eyni belə deyək də qaydalar tətbiq olunur. Bəzən istisna hallarda olur ki, müəyyən bir kart və yaxud da digər səbəbsiz və yaxud da belə deyək də sistem olaraq kart dondurula bilər və bunun üçün oradakı mühafizəyə yaxınlaşırsınız və bunun hamısı yəni köməklik göstərilir. Trening müddətində sizdən baxılır çevikliyinizə, belə deyək də rus dili və yaxud da digər hansı bir başqa dili biliyinizə baxılır. Zaten bu işə qəbul müddətində də bu zaten yoxlanmalıdır, yoxlanılır. Nəyə görə bu rus və ingilis dili burada önəm kəsb edir? Digər videolarda mən bildirmişəm. Slovakiyada yəni məlumdur ki, digər ölkələrdən gələnlər, yəni buna misal SNG ölkələrindən gələnlər, əlbəttə ki, Slovak dilini bilmirlər. Bunun üçün burada rus və ingilis dilini bilən burada koordinatorlar yəni təyin olunub. İstər agenturaların içərisində, İstərsə zavodun içərisində bir neçə tərcümanlar var. Onlar da hamısı belə deyək, rus dili bilənlərdir. İstisna olaraq ingilis dili bilənlər də olur.
və ingilis dilini bilən yerli işləyənlər də olur zavodun içərisində. Bu iki dil ünsiyyət üçün lazımdır. Yəni hər hansı bir təhlükəsizlik qaydasının başa salınmağı, istər işdəki xəta və yaxud da digər belə xəbərdarlıqların deyilməyi üçün yəni bu dil vacibdir. Zaten Slovak dili isə zamanla yerli orada işləyənlərlə, işçilərlə, vətəndaşlarla belə də danışdıqca zaman öyrənmək olur. Ona görə də rus dili bir növ vacib götürülür. Yəni bu səbəbdən götürülür. Yəni buranın rəsmi dili rus dili deyil zaten. Sadəcə iş yerlərində rus dili bilən şəxslər çox olduğu üçün, misal, yəni deyək ki, Qazaxıstandan, Qırğızstandan, Gürcüstan və yaxud da deyək ki, Ermənistandan və yaxud Azərbaycandan bu tip ölkələrdən gələnlər, yəni rus dili daha çox yayğın olduğu üçün rus dili götürülübdür. Koordinatorlarda, agenturada dediyim kimi, yenə təkrar deyirəm, rus dili bilənlər olur daha çox. Ona görə rus dili götürülür. Bu haqda mənə elə gəlir ki, artıq yəni mənim sualları cavablandırdım. Digər məsələ öyrətməklə bağlı. Trening müddəti 1 həftə, 2 həftə, bəzən 3 həftə də ola bilər. Mən əlbəttə ki, bu dediyim 2-3 ilin bundan öncəki bir prosesdir. Ola bilsin təzə qaydanan bu 1 həftə, 2 həftədir və yaxud da çoxdur, onu deyə bilmərəm. Müddət ərzində sizi, yəni dediyim kimi, formaların verilməklə başlanır, zavod ərazisindən tanışlıqdır, təhlükəsizlik qaydalardır. Hamısı izah olunur. İstər koordinatorlar tərəfindən, istərsə zavodun özünün belə deyək də təyin olunmuş şəxslər tərəfindən hamısı izah olunub başa salınır. Yəni siz gəldiniz, birbaşa sizi istehsal belə deyək də o liniyaya yəni buraxılmırsınız zaten. Hamısı belə deyək də etapla hamısı baş verən bir şeydir. Digər məsələ trening müddətində sizin hətta direl tutmağınızdır, misal hansı digər vasitənin bağlanmağıdır. Hamısı yəni göstərilir, başa salınır, izah olunur və o izah olunduğu müddətdə yenə hər dəfə sizi aparırlar. O liniyalarla sizi tanış edirlər, o belə deyək də o maşın istehsal olan yerlərlə. Digər məsələ, telefon məsələsini deyim, yaxşı yadıma düşdü bu. Telefonlara zavodun daxilində kiçik belə bir, göstərim sizə, belə bir stikerlər yapışdırılır kameralarına. Bu onun üçündür ki, zavodun daxili təhlükəsizliyi çox belə deyək önəm olur, bu gözlənilir və kimdəsə bu kameranın stikersiz olsa, bunun üçün də yenə ən yaxşı halda cərimə, yəni işdən də uzaqlaşdırma ola bilər. Bunun üçün isə kimdə belə deyək də telefonda kiçik kamera yerinə stiker yenə mühafizəyə yaxınlaşırsınız, orada stikerlər olur, götürüb yapışdırıb sonra zavodun ərazisinə daxil olursunuz. Trening müddətində öyrədirlər, hər bir şey öyrədirlər, başa salırlar, yerli Slovak öyrədilənlər var və rus dili bilənlər də olur və əlavə sizə orada bir dənə də tərcüman da olur. Yəni rus dilindən belə deyək də, Slovak dilindən rus dilindən. Öyrədilib başa salınır, zavodun istehsalı, zavodun tarixi, hər bir şey yəni başa salınır, izah olunur. Yəni kart proseduru, kartı necə vurmaq lazımdır, yəni giriş edəndə və yaxud da necə çıxanda necə çıxış edirsiniz, hamısı yəni başa salınır. Təhlükəsizlik qaydaları hamısı yəni izah olunur, başa salınır və sizə hansı iş tələb olursa, sırf siz o işi görürsünüz. Sizə əlavə yəni iş tapşırılmır. Trening müddəti treninqdəki sizin vəziyyətə uyğun, sizə liniya təyin olunur. Məsələn, burada standart deyə bilmərəm ki, sizi sırf belə deyək də veriləcəklə montaj olan yerə və yaxud da siz verəcəklə digər hansısa bir motor olan yerə də o yəni bəlli deyil. Onu oradakı treninqdəki sizin belə deyək də çevikliyinizə, sizin vəziyyətə uyğun baxır, ona uyğun qiymətləndirmə verir və harda liniyadakı müəyyən bir insan çatışmazlığı varsa və yaxud da öyrənmək lazımsa ora yönləndirirlər. Yəni o bir növ püşatma kimi bir şeydir. Yəni o dəqiq deyil. Yəni o orada müəyyən olunur. O müddətdə yəni müəyyən olunur. Başqa sizə deyə biləcəyim zavod haqqında maaş, əsas maaş məsələsi. Maaş təmiz agenturanın zavodun özündə tamam fərqli sistemdir. Yəni maaş siz maaşı zaten agentura üzərindən alırsınız. Siz agentura üzərindən isə Volkswagen-də maksimum 2 il işləyə bilərsiniz. Yəni ondan sonra qayda belədir ki, lap təzə qaydanı deyə bilmərəm. Yəni mən işlədiyim müddətdə deyiləydi ki, 2 il ərzində agenturada işləyə bilərsiniz, hər hansı zavod və ya fabrika. Ondan sonra siz ya agenturanı dəyişməlisiniz və yaxud da 6 aydan sonra yenidən müraciət etməlisiniz. Adətən bu tip müddətində
siz yaxşı işləsəz, özünüzü yaxşı göstərsəz, yəni və həmin yerdə sizə ehtiyac olarsa, zavod sizi birbaşa müqavilə sizə təklif edir və keçirsiniz zavodun özünün nəzdində rəsmi işçisi olursunuz. Burada isə ondan öncə Slovak dili müəyyən kiçik, yəni kurslar təyin olunur, ora qatılırsınız. Onun hamısı zavod tərəfindən ödənilir. Siz sadəcə müəyyən bir zaman ora sərf edəcəksiniz və sonunda imtahan olunur. Həmin imtahan nəticəsindən sonra da müəyyən o bal var, o balı yığıb sizi zavod yığsanız, zavod özünə rəsmi keçirdə bilir, rəsmi işçi kimi və 3 ay sınaq müddəti olur. 3 ay müddətində özünüzü yaxşı göstərsəz, bir problem olmasa və qalırsınız zavodun özündə işləyə bilirsiniz. Zavodda işləyən Azərbaycanlılar var. Özünü çox yaxşı orada göstərmiş və nailiyyətlər əldə etmiş. Bizim orada Azərbaycanlı bəylər də var, xanımlar da var. Artıq bir neçəsini siz mənim çəkdiyim videolarda görmüsünüz. Bunu bir çox yerdə deyirəm. Bunlardan biri Mirvari xanımdır. Mirvari xanım da rəsmi zavodun özünün rəsmi işçisi olub, artıq keçibdi. Təxmini 1 il və yaxud da 1 ildən bəlkə çox ola bilər və çox böyük uğurları əldə edibdi. Dəfələrlə zavod rəhbərliyi və zavoddakı olan digər belə rəhbər şəxslər həm təşəkkür ediblər Mirvari xanımın bu peşəkarlığına və çevikliyinə görə, həm də belə deyək, müəyyən bir nailiyyətlər əldə ediblər. Zaten videolarda siz ona baxmısınız. Bu haqda belə deyim. Yəni müəyyən bir sayda Azərbaycanlılar var orada işləyir. Zavod Volkswagen zavodda işləmənin üstünlükləri nə verir? Stabil maaş verir. Bunu deyim. Volkswagen zavodunda işləmənin üstünlükləri, Volkswagen zavodunun işləmə üstünlükləri nələrdir? Onlardan yadımda qalanı belə deyək, bildiklərimdən deyim. Stabil maaş yəni verir. Bilirsiniz, hər ay siz maaş alacaqsınız. Sizin sığortanız ödənir. Sizin sosial sığortanız ödənir. Sonra zavoda keçəndən sonra sizin hətta pension fond deyə bir şey var. O da yəni ödənir. Bu tərəfdən yəni o üstünlükdür və bilirsiniz ki, sizin daimi bilirsiniz işçi zamesnaya oturumunda yəni bu zavoda siz bağlısınız. Yəni bu oturum kartında görsənmir. VNJ deyək də bu kartda. Amma sistemdə siz zavoda bağlısınız. İstər agentura üzərindən, istər birbaşa zavodun öz işçisi olaraq. Zaten sizin məşğulluq idarəsindən bunların hamısını agentura yəni verir, müraciət edir ki, mənə bu işçi misal üçün bu müddətə lazımdır. Digər tərəfi, zavodun digər üstünlüyü 13-14-cü maaş deyə bir şey var, o var. Bu təyin olunur. Biri yay aylarında olur, digəri isə ilin sonunda olur. Sonra var Danovi bonus deyirlər, belə deyək də, bu vergi bonusu. Əcnəbilərdə bu bir il, ilin hər ildə bir dəfə sizin o yığılan ki verginiz var, onun müəyyən qədəri bir qismi onu yenidən dövlət sizə qaytarır. 3 ayda işləyə bilərsiniz, 4 ayda, 5 ayda və müəyyən orada məbləğ yığılsa belə onu dövlət sizə qaytarır. Burada digər iki məsələ var. Biri var, həmin şəxs subaydır, yəni sırf özünə tək istəyir. Ona uyğun belə deyək də vergi borcu qaytarılır dövlətdən. Müəyyən bir məbləğ edir. Misal 200 neçə də ola bilər, 300 neçə də ola bilər. O sizin iş saatınızın nə qədər sizdən vergi tutulubsa ona uyğun hesablanır. Bunu da sizin yerinizə siz müəyyən bir sənədləri zaten təqdim edirsiniz. İstər agentura üzərindən, istər zavod üzərindən. Bunun hamısını oradakı belə buxalteriya yəni sizin əvəzinizə edir. Yəni siz orada kiçik bir imza atarsınız və müəyyən o sənədləri verəsiniz. O prosedur yəni o kiçik bir şeydir. Bu il ərzində adətən yanvar, fevral, mart aylarında olur və aprel, may aylarında isə o dediyim o vergi borcu isə sizin maaşınızla bir yerdə sizə ödənilir. İkinci bir məsələ evladı olanlara aiddir. Əgər sizin evladınız varsa, 1, 2 və yaxud da digər 3 evladınız və yaxud da daha çox, kimdə neçə evlad varsa, onların sadəcə anketi siz də yazırsınız və zaten orada uşaqlarınızın adını yazarsınız. Uşaqlarınızın doğum tarixi, anketə təxminə yazılırsa onu mən sizə deyəcəm. Bir də uşaqlarınızın sübut etmək üçün belə deyək, nicah təsdiq olunmalıdır.
Slovak dilinə tərcümə apostolundan, o da sənədlərin içərisində olmalıdır və eyni ilə uşaqların yaş kağızı, yəni metrikası, doğum haqqında şəhadətnaməsi eyni yenə apostol Slovak dilinə tərcümə olmalıdır ki, həmin o Danovi bonusa müraciət edəndə vergi uşaq ailələr yəni olanlara daha çox yəni o vergi qaytarılır. Müəyyən bir məbləğ orada yaranır. Yəni o digər tək şəxsə baxanda daha çoxdur. Digər məsələ düşünürəm ki, bu haqqda bir kiçik cavab verdim. Bir də var adı bilmirəm necə səslənir. İndi Hospodovski deyə bir şey var. O da var. İl ərzində rəsmi zavodun öz işçilərinə verilir o. Əgər siz 1 ili tam işləmisinizsə, o da həmin məbləğ o da verilir. O da müəyyən orada bir rəqəm var. 500, bəzən isə 1000 arası ola bilir. Yəni belə bir rəqəmdir. Ola bilsin səhv də deyə bilərəm, çünki hələ almamışam onu. Onun haqqında növbəti videolarda bir məlumat verərəm və yaxud da videoda çəkəndə onu bildirərəm. Amma o da var əlavə. Onu da saysaq hardasa gəlir təxmini 15-ci maaşda yarana bilər. Amma bu dediyim kimi sırf zavodun rəsmi işçisi olarsınızsa olur o. Digər məsələ zavod haqqında yəni üstünlükləri ən çox budur. Yəni tibbi sığortanız ödənir. Dediyim kimi sosial sığortanızdır, vergi qaytarılır və siz bilirsiniz stabil sizin belə deyək o aylıq maaşınız var. İş prosesi. İş prosesi trening müddətində öyrədildi, sizə başa salındı, izah olundu, hamısı göstərildi. Misal, X adlı bir yerə liniya təyin olundunuz və orada həmin bir dənə pozisiya sizə orada başlayır, sizi öyrədirlər. Bəzən bir həftədə olur, bəzən 10 gündə ola bilər, bəzən 5 gündə ola bilər. Bu belə deyək də həmin insanın götürümündən, yəni öyrənmə qabiliyyətindən asılıdır. Və həmin yer sizə izah olunur və orada kiçik bir müəyyən bir çətinlik yaşananda zaten həmin o kollektivə iş yoldaşları gəlib kömək edirlər. Yəni köhnə işləyənlər belə deyim, çoxdan işləyənlər və ən əsası team lider. Hər bir timdə müəyyən bir team lider olur və onun köməkçisi olur. Team lider yəni orada zaten görərsiniz qırmızı köynəkdə olur. Yəni onun digərlərinin geyimi o qırmızı rəngdə olmağıdır. Yəni hər bir işçiyə gəlib kömək edir, müəyyən bir çatışmamazlıq ola bilər, müəyyən bir siz hər bir şeyi team liderə bildirməlisiniz. Yəni orada bilməsəniz belə zaten adınla çağırıb göstərirsiniz. O zaten onun bir həmin yer biləcək ki, burada çatışmamazlıq nədir və özü aradan qaldırır və xəbər edir. Liniyada hər hansı bir çatışmamazlıq olarsa, nəyisə gördünüz, siz deməlisiniz. İstər sizin səhviniz olsun, istər digər siz onu deməlisiniz ki, bu vaxtında aradan qaldırılsın. Və zaten bununla bağlı treninqdə müəyyən bir sizə kiçik video çarxlar da göstəriləcəkdir, izah olunacaqdır. Hər bir şeyi siz göstərməlisiniz. Mənim dediyim şeylər bəzi zavodun daxili qaydalarını mən pozmamaq üçün bəzi şeyləri belə deyək də nəzəri mən sizə deyirəm. Daha dəqiqliklə, daha hamısı zavodun içərisində izah olunur, göstərilir. Bu video belə deyək də o məqsəddir ki, ən azından Azərbaycandan bura gələn insanları və yaxud da Azərbaycan dilini bilən şəxslər ola bilər. Onlar üçün bir kiçik də olsa belə deyək, bir nəzəri bir informasiya olsun ki, nədən söhbət gedir, hara gəlirlər, necə bir yerdir. Zavod Bratislavada yerləşir və belə deyim, Avropada videonun əvvəlində demişəm, ən böyük zavodlardan biridir. İş prosesi dediyim kimi elə də çətin deyil. Fiziki ağır bir şey siz burada yəni demək olar ki, götürmürsünüz. Mənim gördüyüm, mənim bildiyim deyirəm. Burada daha çox iş sürətli işə verilibdir. Konveyor sistemi olduğu üçün daha çox sürətli işləyirsiniz. O baxımdan yəni ayaq üstə qalırsınız. Yəni belə deyək, onun üçün belə deyək də bəzən biz çünki bu rejimə çox işləməmişik deyə bu tip işlərdə bizə çətin gələ bilir. Məsələn, insan var 4 saat belə deyək dayanmadan bir şeydə ayaq üstə dura bilmir. Bu da zamanla öyrəşilir əslində. Bir müddətdən sonra öyrəşir, bədən artıq ona uyğunlaşır. 2 cür fasilə olur 8 saat müddətində. İş saatı 8 saatdır. 8 saat müddətində 2 cür fasilə olur. Biri 10 dəqiqəlik fasilə, kiçik çay fasiləsi belə deyək. Digəri isə 25 dəqiqə. Bu isə yəni yemək fasiləsidir, abed fasiləsidir. Yəni bu qalan müddəti siz işləməlisiniz. Yəni zaten liniya konveyor işləyir və siz belə deyək də işləməlisiniz. Digər məsələ oturmaq olmaz.
iş müddətində belə bir şey yəni yoxdur. Ancaq fasilələrdə otura bilərsiniz. İstisna hallarda sizin müəyyən bir çətininiz yarana bilərsə, yenə team leader gəlir sizə əvəz edə bilər. Hər hansı bir kiçik müəyyən bir şey yarana bilərsə, istər nasazlıq, istər bir kiçik səhətinizlə bağlı team leader zaten gəlib sizə əvəz edə bilir. Yəni kömək göstərir. Kollektiv olaraq Volkswagen-də ümumi deyə bilərəm ki, kömək edəndilər. Yəni burada daha çox yerli insanlar işləyir, yerli vətəndaşlar, bir də əcnəbilər də var. Yəni hamı tim zaten elə qurulub ki, hamı bir-birinə kömək etməlidir. Və kömək də yəni edirlər. İndi isə keçək mənə verilən TikTok, YouTube-da və Facebook-da mənə Volkswagen və yaxud da zavodlarla bağlı ümumi mənə suallar verilibdi. Belə deyək də bir müəyyən zaman tapa bilmirdim, elə video çəkdim, çalışacağam o sualları da cavablandırıram. İndi isə keçək suallara. İndi isə keçək suallara. Mənə suallardan yazıblar ümumi. Demək, zavodda sual belədir. Zavodda öyrənmə prosesində yeni gələnlərə işə başlayanda necə işlər verilir? Zavodda öyrənmə prosesi yeni gələnlərə işlər necə verilir? Bu hər hansı bir iş ola bilər. Videoda dediyim kimi bu əvvəlcədən bəlli deyil. Oradakı insanın görünüşünə, fizikinə, öyrənmə qabiliyyətinə görə müəyyən yerlər təyin olunur. Bunu belə deyək, zavodun daxili qaydasına görə təyin olunur. Bunu əvvəlcədən demək olmur da, necə bir yerə təyin olunasınız, hansı yerə sizi verəcəklər. Amma ümumi çətin yerə vermirlər, yəni öyrədirlər. Bu istər treninqdə öyrədirlər, istərsə liniya sizə artıq təyin olunanda belə orada da sizə öyrədirlər. Yəni birbaşa sizi o yerə, o məsuliyyətə yəni salmırlar. Yəni hamısı öyrədilir. Hətta dəfələrlə belə öyrədilir. İndi isə keçirik digər sualımıza. Maşından az anlayışı olan insan öyrənib qavraya və qədə öyrədirlərmi? Tam xəttə buraxandan sonra. Yenə həmin oxşar sualdır. Maşından ümumiyyətlə heç anlayışı olmaya da bilər bu insanın. Yenə deyirəm, həmin müddətdə öyrən. Əsas orada istək, bacarıq qabiliyyəti olsun, yəni həvəs olsun, bir növ belə deyim. Qalanına belə deyək də, o hamısı orada zamanla düzəlir, yəni öyrədirlər. Bir də o 8 saat müddətini əlbəttə burada ayaq üstə qalmaq, disiplin, yəni o gözləməlisən. Yəni bir şey nəzərə almaq lazımdır ki, Volkswagen kimi belə deyək də bir şirkətdə, zavodda belə deyək də, yəni bir Azərbaycan olaraq böyük bir təcrübəyə yəni sahib oluruq. Bunları mən sizə dedim. Viza 4 aylıq oturum nə qədər vaxta verir? Belə deyim, siz bura əvvəl 3 aylıq viza ilə gəlirdiniz, siz Slovakiyaya. Sonradan isə bu yaxın müddətdə, səhv etmirəmsə 4 aylıq olubdur. 4 ay müddətində siz bura gəlirsiniz, burada anketlər toparlanır agenturalar tərəfindən və gün təyin olunur termin, gedirsiniz miqrasiyaya. O müddət ərzində də 1 aydan 2 ay və yaxud 3 ay ərzində sizə oturum kartı ilə bağlı sizə cavab gəlir ki, siz oturum kartı təsdiq alınmısınız və yaxud da imtina almısınız. Yəni belə deyim, 1 aydan 3 aya kimidir. Digər suala keçirik. Yeni gələndə işdə çətinlik çəkirsənsə, başlanğıcda olur, normaldır. Hər bir insanda işdən çıxarıb deport etmirlər ki. Belə deyim, yeni gələndə əlbəttə ki, o müddətdə öyrədilir hər bir şey. Yəni bir şey sizə artıq 5 dəfə, 10 dəfə öyrədirlərsə, artıq bir mövqedən söhbət gedir, bir pozisiyadan söhbət gedir. Orada sizi öyrədirlər. Və artıq qavram dəfələrlə səhv edirsinizsə, əlbəttə ki, zavodun daxili qaydasına görə orada müəyyən bir qərar verilir. Onu da mən əvvəlcədən deyə bilmərəm ki, burada nə qərar veriləcək ki, bəlkə sizi başqa yerə təyin edəcəklər, bəlkə sizə işdən çıxardacaqlar. Onu bilə bilmirəm. Bunu orada həmin vaxtı o situasiya belə deyək də vəziyyətə uyğun qərar verirlər. Bu da zavodun daxili qaydasına görədir. Digər suallara keçirik. Maşallah, burada çox sual veriblər. Çalışacağam, cavablayım. Salam, əmək haqqı netto nə qədərdir? Əmək haqqı dediyim kimi, belə deyək də, qrubu maaş, yəni 1500, 1400, hətta bəzən 1600 orada göstərilir. Ancaq bu təmiz qalan maaş deyil də. Müəyyən vergilər oradan çıxılandan sonra 1350, 1400 belə bir şey qalır.
Yataqxanalarda isə bunlar 320, 350, 370 avro çıxandan sonra orada 1100, 1200, bəzən 1250 bu belə də standart deyil də. Bu hər timdə fərqli maaş ola bilər. Necə fərqli? İndividual orada bonusları var. Onu supervisor təyin edir. Ona görə də bunu dəqiq mən deyə bilmirəm ki, və günorta bir ayda bir insan günorta növbəsi çox ola bilər, səhər növbəsi az ola bilər. Ona görə də o da biraz fərqli ola bilər. Yəni atıram bir ayda siz 2 dəfə gecə növbəsi düşübdür, 2 dəfə günorta növbəsi, yox bir dəfə günorta növbəsi, bir dəfə səhər düşübdür. Əlbəttə artıq orada biraz fərqli maaş olacaqdır. Amma belə dediyim kimi 1100, 1200, yəni təxmini yəni qalır. Sonra digər sualı veribdi bizə, rus dili tələbi varmı? Videoda yenə dediyim kimi rus dili tələbi var. Səbəb də odur ki, buradakı Slovak dilini əlbəttə gələn Azərbaycanlı bilmir. Bilmədiyi üçün də rus dili tələbi onca qoyublar ki, istər zavoddakı tərcümanlarla ünsiyyət üçün, sənə o sözlərini müəyyən bir qaydaları çatdırmaq üçün bir ortaq dil kimi rus dili təyin olubdur. Bir də ingilis dili olur. Burada mən tanıdıqlarım olub ki, ingilis dilini bilərək, amma rus dilini bilmirdi. Onunla o formada, yəni belə də işini öz işlərini belə də görübdür. İş ağırdımı? İş ağırdımı sualı belə deyim də sizə. Fiziki iş burada ağır bir şey deyən dedim. İstisna hallarda ola bilər ki, hardasa götürürlər. Mən o şeyi bilmirəm hardadır. Amma bildiklərim odur ki, burada fiziki iş daha çox ağır şey yox, sürətli işdir deyə bəzən. Bəzən də asta iş görə bilirsən. O yenə də düşdüyün yerdən asılıdır. Əgər burada belə deyim, burada tək Azərbaycanlılar yox, burada serblər, Ukraynalılar, ruslar, hər Qazaxıstandan, hər ölkədən var. Yerlilər belə işləyirsə, adam var orada 20 il işləyir. Yerli vətən. Azərbaycanlı var orada 3 il işləyir, 5 il işləyən var, nə bilim. Qazaxıstanlı var artıq orada digər işlərdə işləyir. Hətta başqa ölkələrdən də var ki, artıq orada team lider, köməkçi team lider də var. Səhv etmirəmsə digər Afrika ölkələrindən var orada. Sonra Misirli var. Yəni nəyə görə bu? Yəni hər ölkədən orada adam millətdən yəni görə bilərsiniz. Yəni o görə də iş ağırdımı deyə biləcəm. Bu millətləri onca misal çəkdim ki, yəni onlar işləyə bilirsə, yəni biz də işləyə bilərik. Sığorta varmı? Bəli. Sığorta zaten zavodda bu standart prosedürlərdən biridir ki, sizin sığortanız hamısı onun içərisindədir. Sığorta haqqında hansı şirkətlər var, o haqqda ayrıca bir video çalışacağam, çəkim. Amma bəli, sualınıza cavab olaraq sığorta bəli olur, tibbi sığorta olur. Uşaq pulu verilirmi? Uşaq pulu zavodda siz bura gəlib işləyərsinizsə, illik vergi borcunu geri qaytarılmağı, evladınız varsa, videoda demişəm zaten hansı sənədlər lazımdır, o verilir. Amma Slovakiyanın qaydasına görə uşaq pulu verilmir. Uşaq pulu sizdə o halda burada verilə bilər ki, siz artıq ailəniz, uşağınız artıq Slovakiyadadır və buranın oturum kartını almısınızsa, bəli, Slovak vətəndaşına verilən 60 avro sizin eyni ilə əcnəbiyyədə verirlər. Yəni burada o formada öz millətinə, digər millətə fərq qoymuyubdur. Yəni həmin o müvəqqəti oturum kartı varsa belə, yaşayış kartı varsa belə, həmin uşağa da bir və yaxud da neçə uşaq varsa, ona uyğun da 60 avro verilir. Bu halda dediyim kimi, artıq evladınız, ailəniz buradadırsa. Amma siz özünüz burada işləyirsiniz, evladınız Azərbaycandadırsa, sizə Slovakiya dövləti uşaq pulu vermir yəni. Və onun üçün də burada müraciət olunmalıdır. Ailəniz gəldi, oturum kartınız var və təzədən siz ora belə deyək də, ora müraciət etməlisiniz ki, uşaq pulu verilməyi ilə bağlı qərar verilsin. Demək, 13-14-cü sual belə ki, burada 13-14-cü maaş varmı? Bəli, var. Bunu dedim sizə, videoda demişəm. Zavod işçiyə maaşdan əlavə nəsə verir? Maaşdan əlavə müəyyən illərdə və hansı aylarda müəyyən bonuslar ola bilər daxili qayda ilə. Hər bir işçiyə misal 300 avro və yaxud da atıram 100 avro rəqəmlər dediyim, yəni standart deyil, yəni özümdən rəqəmlər deyirəm. Yəni bu hansı bir rəqəm olar, belə bir bonuslar ola bilir. Mənim istehsalatda yaxşı olduğuna görə.
Digər məsələ, özünüzü yaxşı işləsəz, problem işləsəz, burada sizin o işlədiyiniz belə deyək də team leader və yaxud da digər supervisor tərəfindən sizə müəyyən kiçiklər bonuslar da olur. Tək sizə yox, yaxşı işləyənlərə belə bir bonus olur. Bir də burada dərəcə məsələsi var. Siz başlayanda bilmirəm 3 ya 4-cü dərəcə ilə deyəsən, səhv etmirəmsə başlayırsınız və hər dərəcə artdıqca da müəyyən orada maaşınıza da təsir edir. Vəzifə artımı belədir. Burada özünüz yaxşı işləsəz, maksimum team leader köməkçisi və team leader ola bilərsiniz. Bundan sonra burada var, klientika sentrum var, zavodun daxilində, yəni belə deyək də bir şöbədir. Hansı bir sizin qabiliyyətinizə görə, təhsilinizə görə, dil biliyinizə görə artıq zavodun daxili qaydasına görə sizi işə, başqa bir işə, yaxşı bir işə, daha yüksək vəzifəyə təyin ola bilərsiniz, yəni. Bu da belə deyək də bir növ standart deyil, yəni o həmin situasiyada qərar verilə bilər. Boy söhbəti belədir. Boy varmı? 1.65-dən ən azından 65 də ola bilər, ondan biraz yuxarı da ola bilər. Yəni fiziki görünüşə də düzdür, önəm verilir. Yəni bu da olmalıdır. Yəni yuxarı olsa daha yaxşıdır. Amma mənim bildiyim, ola bilsin səhv də deyə bilərəm, onu iş dəvəti aldığınız agentura ilə daha çox yaxşı maraqlana bilərsiniz ki, 1.65-dən yuxarı olmadı, səhv etmirəmsə. Sonra vəzifə artımını dedik, boy söhbəti dedik, kira pulu maaşdan tutulurmu? Kira pulu belədir. Siz özünüz oturum alandan sonra ya ayrıca bir kira tutub ora çıxmalısınız. Onda sizə maaşınızdan belə deyək, yataqxana və obşter, yəni xərcə çıxmır. Və yaxud da ki, siz agenturanın özünün müqaviləsi olduğu yataqxanalar olur. Zavoda yaxın da ola bilər, bəs şəhərin kənarında da ola bilər. Ona uyğun sizdən aylıq dediyim kimi təxmini deyə bilərəm sizə 320, 350, 370 avro təxmini bir nəfər üçün aylıq yataqxana xərci çıxır. Bəli, maaşdan çıxılır o. Misal üçün maaşınız 1400, 1300 və yaxud da 1500 isə də oradan 320 çıxır, yerdə qalan isə sizin belə deyək də dəqiq maaşınız olur. Neçə aydan sonra oturum kartı verilir. Bunu dediyim sizə, gəldikdən sonra termin götürür, miqrasiya müraciət olunur. 3 ay, 1 ay, bəzən 2 ay, insan olur ki, 2 həftəyə oturum kartı cavabı gəlibdir. Bu nədir? Bu standart deyil. Bu belə ümumi baxılır, bu miqrasiya polisinin verəcəyi bir qərardan yoxlamağından asılıdır. Sonra digər sual ünvanlanıbdır. Neçə aydan sonra iş yerini dəyişmək olar? Baxın, ümumiyyətlə gəldiniz, viza ilə gəldiniz, işçi vizası ilə gəldiniz, artıq oturuma müraciət olundu, 3 ay işlədiniz, oturum kartınız gəldi. Orada bəlirli bir müəyyən bir zaman var ki, siz onu agentura ilə belə deyək, işləməlisiniz. Onu yaxşı olar ki, həmin agentura ilə dəqiqləşdirirsiniz ki, sizin kartınızı bloklara və yaxud da sıfırlana da bilər. Bunu dəqiq deyə bilməyəcəm ki, neçə vaxtdan sonra işləyir. Amma ən azından bildiyim qədər bir 6-7 ay işləməlisiniz ki, bu kartınız belə deyək də bu bloklanmasın, yəni dondurulmasın. Amma belə siz bir yerdən Slovakiyada qaydalarına görə bu təzə qayda desən qayda. Biz Slovakiyada təzə qayda qanuna görə iş yerindən 6-7 ay təxmini işləyici artıq çıxırsınızsa və yaxud da daha da çox ola bilər. 2 ay müddətində siz iş yerinizə həmin təzə bir iş yeri tapmalısınız ki, ora belə deyək də, ora həmin sizi işə götürsün. 2 ay ərzində iş tapmasanız, kartınız bir dəfə bloklana bilər. Bu haqqda da cavab verdik. İndi isə keçək digər suala. Bizə YouTube-dan yazıblar. Belə də şərh yazıblar, kommentar yazıblar. Əli Qasımov yazıbdı. Düzdür, sual artıq üstündən çox keçibdi, amma zaman tapdığım üçün indi cavablaya bilirəm, üzrü sayın. Əziz qardaş, bilmək istəyirəm ki, ora gəlib iş sahibi ola bilərikmi? Yəni öz işini qurmaq olarmı? Bəli, Əli Qasımov olar. Amma ilk öncə ya siz bura birbaşa biznes oturumuyla da gələ bilərsiniz. Bunun üçün biznes plan təqdim etməlisiniz. Jurnus deyirlər ona. O formada birbaşa gəlib burada iş sahibi əlinizə müəyyən bir
belə quracağınız işə görə yatırım varsa, bəli, burada çox qəşəng biznes mühiti var. Gəlib burada iş sahibi ola bilərsiniz. Və yaxud da Zamestaniya kimi gəlib burada 2 il işləndən sonra artıq Jivnosda, yəni biznes oturumuna müraciət edə bilərsiniz. Orada da biznes plan var. Bu hələ ki bugünkü olan qaydalardır. Yəni bu Slovakiya qaydaları, miqrasiya qaydaları belə deyək də hər il demək olar ki 2-3 dəfə dəyişilir, yəni dəyişkənlik olur. Amma bəli, çox gözəl biznes mühiti var və gəlib burada iş sahibi ola bilərsiniz. Quracağınız o işə görə, yatırımınıza görə. Bir kiçik bir şey əlavə edim ki, yəni baxın, digər Asiya ölkələrindən Vyetnam, Tayland, nə bilim, Yaponiyadan gəlib burada iş quranlar var. Yəni onlar bacarırsa Azərbaycanda gəlib burada iş qura bilər. Digər suala keçirik. Demək, Lalə Abbasova yazıbdı. Ailə ilə necə Slovakiyaya getmək olar? Xahiş edirəm cavablandırardınız. Demək ki, Lalə xanım, belədir bir məsələ. Ailə ümumiyyətlə gəlmək üçün birbaşa uşaqlarla gəlmək çox çətin prosesdir. Bəlkə də var, mən onu bilmirəm. Mənim bildiyim deyim sizə, ailə ilə adətən belə gəlirlər. Ya belə deyək də ər və yolda, yəni xanımı, ikisi də işçi oturumundan gəlirlər, işləyirlər, sonra bir müddət sonra o da təxmini oturum kartı gələnə kimi, işləyənə kimi 6-7 ay çəkir. Ondan sonra siz ailə birləşməsi edib uşaqlarınızı buraya yanınıza gətirə bilirsiniz. Və yaxud da digər bir variant, yenə yoldaşınız, yəni ər gəlir, burada işləyir, müəyyən bir oturum kartını alır, oturum kartını alandan sonra 6 ay ərzində 6 aylıq maaşından çıxarır, hər bir şey yəni var, yaşayış yeri var. Artıq o digər o ailə birləşməsi sənədlərinə aiddir. Bu ayrıca bir mövzudur. Yəni əsas bir nəzəri deyim ki, sonradan sizə ailə birləşməsi edib ailəni bura gətirmək olur. Bu formadadır. Digər suallara keçirik. Salam əleykum qardaş. Zəhmət olmasa Slovakiyaya gəlmək üçün hansı saytdan iş elanlarına baxmaq lazımdır? Öncədən təşəkkürlər. İlham Məmmədov. İlham Məmmədov, Slovakiyada iş saytları var. Burada iş tapmaq olur. Sadəcə məsələ odur ki, iş tapdığınız, indi mən burada onları bir neçəsini qeyd edərəm və çalışacağım o haqqda da ayrıca bir video çəkim. İş tapdığınız şirkət, zavod və yaxud da hər hansı bir belə deyək də bir firma sizə tapdığınız sizə Azərbaycana iş dəvəti göndərməlidir. Onun üçün də burada o URAT prasiya deyirlər. Yəni Məşğulluq İdarəsinə müraciət edib sizə iş dəvətini alır və onun üzərində sizin qalacağınız ünvan, bu kirayə də ola bilər, hər hansı hostel də ola bilər və yaxud da hər hansı bir yataqxana və onun özünün içərisində müqavilə, iş müqaviləsi 3 sənəd bir yerdə göndərilir. Digər sənədi siz artıq Azərbaycanda toparlayırsınız, müraciət edirsiniz, bura gələ bilirsiniz. Yəni iş tapıb olmasa, yəni iş tapa bilərsiniz. Amma məsələ odur ki, tapdığınız iş Azərbaycana iş dəvəti göndərəcəkmi? Yəni məsələ budur. Yəni çalışacağım bir neçə saytları burada qeyd edim. İndi isə keçirik növbəti sualımıza. Oktay Söyənov yazıbdı bizə şərhdə. Salam, Slovakiyada oturum kartına müraciət zamanı nə soruşurlar? Vətəndaşdan nə qədər dövlət rüsumu istənilir? Oktay Söyənov, Slovakiyada oturum kartına müraciət ümumiyyətlə belə bir şeydir. Dediyim kimi videonun əvvəlində qeyd etmişəm. Sizi miqrasiya polisinin termin götürən agentura istisna hallarda 1-2 nəfər aparır. Adətən 3-5 və daha çox insanı toparlaşdırır. 10 və yaxud da ondan biraz çox insanlar aparır ora. Orada isə standart, oradakı sizin koordinator üzərinizdə olur. Agenturadan bir nəfər olur. Həm tərcümə baxımından orada köməklik göstərir. Və standart siz orada prosedur sənədləri verirsiniz. Sizdən orada maksimum ad, soyad və yaxud da ki standart bir şeylər soruşa bilərlər. Oradakı sizin bizim agenturadakı belə deyək, koordinator köməklik göstərir. Yəni rus dilində tərcümə edib köməklik göstərir. Və orada isə dövlət rüsumu belədir. Mən bildiyim, yəni əgər qayda dəyişməyibsə, rüsum 160 avrodur. Zamestnaniya işçi statusu oturum kartına belə deyək də 165 avrodur.
miqrasiya polisinə ödənəndir. Əlavə burada bir də var kuryerlə çatdırılma. 30 gün müddətinə kuryerlə çatdırılmanı seçsəz, orada 4 avro 50 sentdir. Bir də isə var 2 iş günü müddətində, yəni kartın çap olunmağı və çatdırılmağı həqiqətən 2 iş günü çəkə bilər. Burada isə 24 avro 50 sentdir. Yəni bu ikisindən birini seçə bilirsiniz. Adətən tez olmaq üçün normalda bu 2 iş günü olan seçilir. Yəni 24 avro 50 sent seçilir ki, yəni tez olsun proses. İndi isə keçirik növbəti suala. Füzuli bəy bizə yazıbdı YouTube-da. Seymur bəy, zavoda işə qəbul olmaq necə qəbul olmaq olar? Bu barədə nəsə bilirsə və yaxud etibarlı bir şirkət bilirsinizsə, zəhmət olmasa deyin. 2 uşaqdan ibarətdir ailə. Füzuli bəy, belə bir şey deyim. Mən burada adətən Volkswagen kimi işçi dəvət edən şirkətlər, yəni agenturalar bir neçə dənədir. Onlar bəzi hallarda Azərbaycana işçi dəvət göndərir, bəzi hallarda isə göndərmir. Onların adlarını bir neçəsini burada videoda aşağı hissəsində qeyd edirəm. Çalışarsınız özünüz əlaqə yaradarsınız. Yəqin ki, belə deyək də zənginizə və yaxud da emailınıza rəsmi və yaxud da belə deyək də bir geri müsbət dönüş olar. Ailə ilə gəlmək dediyim kimi digər suala cavablamışam. Yəni birbaşa çox çətindir. Uşaqla ancaq siz gəlib sonra ailə birləşməsi ilə ailənizi bura gətirə bilərsiniz. Onu da dediyim kimi polis və Slovakiya səfirliyi ona qərar verir. Digər bir şəxs bizə yazıbdı. Dil bilmirəm, kuryer və ya taksidə çətin olar görəsən, belə bir sual qeyd edibdi. Ümumiyyətlə bura gələndə kiçik də olsa bir rus dili bir müəyyən bir biliyi olmalıdır və ingilis dilində müəyyən bir şablon olsa sözlər bilməniz daha yaxşıdır. Və kuryer isə taksidə standart bir neçə cümlə sözləri öyrənsəniz, yəni çatdırılmada və yaxud da ki taksidə bu işlərə görə. Zaten bunları siz gələn kimi bu işlərə başlaya bilmirsiniz. Müəyyən bir kiçik bir dönəm olmalıdır ki, siz bunların öyrənəsiniz. Yəni gələn kimi elə aeroportdan düşüb siz kuryer və ya taksi işləmirsiniz. Müəyyən bir bunların lisenziyanın alınmağıdır, digər hesabı açılmağıdır. Bu hamısı zaman çəkə bilir. Müəyyən bir zaman içərisində o dediyim şeylərdə öyrənə bilirsiniz. Video aralığında mən sizə qeyd etmədim. Ən əsası zəhmət olmasa videonu çalışın, digər insanlara göndərin, WhatsApp üzərindən paylaşın ki, YouTube alqoritması baxsın ki, video paylaşılır və aktivlik var. Video misal 10 dəqiqəlik bir videodursa da mənim kanalımda, onu siz 1-2 dəqiqə baxsaz və yaxud da ki, yığdırsaz, belə deyək də qabağa, bu aktivliyə təsir edir və belə deyək də, bu YouTube bunu misal 200-300 nəfərə önərir, amma digər insanlara artıq önərmir. Yəni videonun baxış sayı, abunə, bəyənilməyi, hamısı yəni bunların olmalıdır ki, video YouTube kanalı aktivlik yaransın. Ancaq sizdən ricam odur ki, siz videonu əgər sizə maraqlıdırsa, yəni axıra kimi baxasınız, bir neçə dəfə baxasınız və baxış sayı çoxlu paylaşılır. Facebookda paylaşarsınız, WhatsAppda paylaşarsınız ki, bu kanal yəni artsın. Digər qruplarda paylaşa bilərsiniz, yəni dediyim kimi. Bunun üçün də sizə öncədən təşəkkür edirəm. Və ən əsası mənə tanıdığım insanlar mənə söyləyir ki, sən bu işdən sənin maddi marağın nədir? Mən bu işdə heç bir maddi marağım yəni yoxdur bilmək istəyirsə. Onlara da elə cavab olsun. Mən bu kanaldan belə deyək də, yəni mən video qazanmıram. Zaten ən böyük video baxışı olan, nə qədər belə deyək də bir maarifləndirici bir video olsa da, daha çox səyahət, belə deyək də bir gəzinti və maarifləndirici bir mövzu çəkdiyim üçün, yəni elə bir yəni baxış olmur. Ən çox böyük baxış olan 2500 baxışdır YouTube kanalında. Ya orada yəni heç bir yəni gəlir yoxdur. Əksinə mən bu işə zaman və maddiyyat sərf edirəm. Yəni dediyim kimi mən əsas o ki, bura gələn və yaxud gəlmək istəyən azərbaycanlılar yəni faydalansın, yəni istifadə etsin.
Gələcəkdə kim şəxsi təşəbbüsündən və yaxud da belə deyək də firma, şirkət üzərindən dəstək olmaq istəyərsə, əlbəttə dəstək olar. Bunun kanalı daha da böyüyüb, daha yaxşı işlər görmək olar. Amma belə hal-hazırda mənim kömək sırf video paylaşmağınız, bəyənməniz ola bilər. Yəni amma belə bu işdən mən heç bir maddi gəlir yox. Nə YouTube-dan, nə TikTok-dan, nə digər sahələrdən. Mən bir gün aralığında ki, bir neçə şəxsə belə deyək də bir xahişdə, istəkdə bulundum. Artıq yəni onu da etməyəcəm. Düşünürəm ki, ona da heç ehtiyac yoxdur. Öz şəxsi insanların müəyyən bir təşəbbüsü olarsa, dəstək ola bilərlər. Yəni deyim, bundan sonra mən bu şeylə bağlı heç kəs yəni istəkdə bulunmayacağam. İnsə keçirik digər növbəti suallara. Həsən bəy yazıbdı, biz də YouTube-da videonun şərh bölməsinə yazıbdı. Uşaq pulu hansı hallarda necə almaq olur, şərtlər necədir? Demək ki, Həsən bəy, Slovakiyada uşaq pulu bu hallarda verilə bilər ki, bura gələn əcnəbilər Slovakiyanın oturum kartını alıbsa və evladları da buranın oturum kartı artıq burada yaşayır və oturum kartı alıblarsa, burada uşaq pulla bağlı müraciət olunur və uşaq puluna baxılır və o sənədlərə baxılır və ona uyğun cavab verilir. Və cavab veriləndən sonra hər uşaq üçün 60 avro təyin olunubdur. Bu adi digər vətəndaşlara da həmin eyni məbləğdir. Gələn əcnəbilərə də həmin məbləğdir. Növbəti sual Sahib bəy yazıbdı. Bizə TikTok hesabımıza yazıbdı. Mən Slovakiyaya işləməyə gələcəm. Rus dili bilmədən mənə orada çətin olarmı? Bir müddət özümü idarə edə bilərəm orada. Belə cavab verim Sahib bəy. Rus dili bilmədən çox çətin olacaqdır. Niyə? Çünki deyək ki, treninqi də keçdiniz. Rus dili bilməmənizə olmayaraq artıq işlədiyiniz yerə liniya təyin olundunuz. Orada hər hansı bir xəbərdarlıq və yaxud da sizə bir tapşırıq vermək istəyirlər, hansısa bir şey sizə çatdırmaq istəyirlər. Slovak dilini zaten bilmədiyiniz üçün onu tərcüman vasitəsilə edəcəklər. Baxacaq artıq siz rus dilində bilmirsiniz. Yəni mənim bir çətinlik yarana bilər. Artıq yenə deyirəm, orada yəni həmin yerdə onlar qərar verə bilər. Agentura deyə bilər ki, bu ümumiyyətlə rus dilində bilmir. Yenə də amma sizdən asılıdır. Bəlkə həmin müddətdə Slovak dilini də daha tez öyrənə bilərsiniz, yaxşı ünsiyyət qura bilərsiniz. Yəni ona görə bir növ individual yanaşmadır. Yəni yaxşı olar ki, rus və ingilis dilini bilib gəlsəniz daha yaxşıdır. Digər sualımız isə bizə ünvanlanan Fedya Qədimli deyə bir profil hesabıdır. O da eyni rus dilinlə bağlı sual da eyni olduğu üçün düşünürəm ki, sizə də həmin cavab yəni qaynə edər ki, yəni rus dili bilmədən, ingilis dili, rus dili bilmədən yəni çox çətindir. Ən azından bir baza bilməyən bir bilik olmalıdır. Sizə hər hansı bir deyəndə nə isə başa düşəsiniz. Yəni zaten Slovak dili ilə rus dili 20-30% olsa yəni oxşarlıq var. Və bu arada nəyi sizə deyim? Rus dili bilginiz olsa da, ingilis dili olsa da Slovak dilini öyrənmək istəyirsə, mən hər kəsə tövsiyədə buluna bilərəm ki, ən azından Slovak dilini A1 və yaxud da lap yaxşı olar ki, A2 səviyyəsində öyrənib gələsiniz. Bunun üçün də mən sizə digər videolarımda önəridə bulunmuşam. Slovak dili müəllimi var. Azərbaycanda yaşayır və onlayn dərs də keçir. Bu arada özüm hər dəfə borc bilirəm o insanı mən göstərim. Çünki nadir insanlardandır ki, həm Slovak dilini, çex dilini bilir və bunu tədris edir. Ona görə bu tip insanları tanıtmağımız, göstərməyimiz düşünürəm ki, yəni insanlara bir faydası olar. Slovak dili müəlliminin adı Qəmbər Qəmbərovdur. Instagram və digər hesablarını videonun aşağı hissəsində mən sizə qeyd edəcəm. Slovakiyada yaşayan, Slovakiyaya gəlmək istəyən və burayla bağlı gələcəkdə biznes planı olmaq istəyən insanlar, yəni biznes qurmaq istəyənlər, yəni Slovak dili hər halda yəni ən az bir 50%-də olsa ona lazım olacaqdır. Ona görə A1, A2 səviyyəsində də olsa, yəni digər videomda var hansı vəsaitlərdən istifadə edib öyrənə bilərsiniz, hansı kitablardan.
Və Qəmbər Qəmbərovu sizə belə deyək də çox ürəklə önərə bilirəm. Yəni məsləhət olar ki, bu insanın biliklərindən və tədrisindən yararlanasınız, müraciət edəsiniz. Qrafiki dolu olur çox vaxt, yəni müraciət çoxdur. Ancaq yenə də düşünürəm ki, müəyyən bir danışsaz, yəni müəyyən bir vaxt təyin edər sizin üçün. Bu arada videonun sonuna gəldik. Təşəkkür edirəm videonun sona qədər baxdınızsa. Düşünürəm ki, bu videoda digər videolar kimi sizə faydalı oldu və videonu zəhmət olmasa paylaşın, digər insanlar da görsün. Yəni bəzi şeyləri mən hansısa ki deyə bilirəm, onları dedim. Mən yenə də unutduğum, ola bilsin hansısa bilgiləri yanlış demişəmsə, onlar da zəhmət olmasa şərh bölməsində yazın, çalışacağıq növbəti videolarda onlara da cavab tapaq. Və çalışacağam digər mövzularda da mən bir videolar paylaşım. Digər mövzularda da video paylaşım. Məni daimi izləyən insanlar var. Mən buradan onlara təşəkkür edirəm. TikTok, Instagramda da, Facebookda da, YouTube'da da, bəzən qrupda da paylaşım edirəm. Orada da izləyirlər. Buradan da onlara yenə deyirəm, bir daha təşəkkür edirəm. Sağ olsunlar. Bizim buradakı Slovakiyada yaşayan Azərbaycanlıların Facebookda WhatsApp qrupu var. Gələcəkdə ola bilsəm də Telegram qrupu da açaram ki, yəni orada belə deyək də müəyyən bir baza yaransın ki, kiminsə hər hansı bir nəyisə köməyə ehtiyac olarsa ora yazsın. Çox yaxşı bir tendensiya formalaşıbdır. Misal üçün Azərbaycanın hansısa sənət gəlmək lazım olanda, gətirmək lazım olur və yaxud da kimsə oradan gəlir. Yazır ki, mən gəlirəm, hər hansı bir şəxsin kiçik bir bagajını, yəni yükü və yaxud da ki, hansı bir sənədi gətirə bilərəm və yaxud da buradan Azərbaycana aparır. Bu formada bir kiçik olsa bir dəstək kömək lazımdır və yaxud da hansısa bir bilgini paylaşa bilirlər. Yəni hər kəsin mənim burada yaşadığı dövrdə bir kiçik olsa bir təcrübəsi var. Fərqli şəhərlərdə, fərqli qurumlardan bir bilikləri var və qrupda onu yazıb paylaşırlar. Və aşağıda onu da mən sizə adını yazacağam, yəni göstərəcəm. Üzv olarsınız, paylaşın. Zaten burada Azərbaycanlılar maksimum neçə olar ki, yəni 2000-3000 qoy Azərbaycanlı olsun. Yəni hər halda dəstək olmalıyıq, birimizə kömək olmalıyıq. Bu videonda zaten çəkilməyində o məqsədlə yəni çəkilir. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Video sona qədər izlədiyinizə görə ayrıca təşəkkür edirəm. Növbəti videolarda görüşərik. Sağ olun.